Təsəvvür edin ki, cibinizdə elə bir cihaz var ki, içində 20 mindən çox oyun var. IPC ekrana sahibdir və saatlarla fasiləsiz əsl oyun zövqü yaradır. Qarşınızda Urax'ın portativ oyun konsolu. Əsl retro oyun sevənlərin xəzinəsidir bu. İlk olaraq qutunun üzərinə nəzər yetirək. Qutunun üzərində konsolumuzla bağlı bütün məlumatlar qeyd olunubdur. Həmçinin burada bir QR kod var. Bu QR kodu oxutmaqla elə Urax'ın özündən tamamilə 2 il pulsuz bu konsol üçün zəmanət ala bilərsiniz. Qutunun içi sərgəli şəkildə qablaşdırılıbdır. Bu da məhsulun daşınma zamanı zədələnməsinin qarşısını alan əsas amillərdəndir. İlk olaraq oyun konsolunun özünü görürük. Konsol qoruyucu paketlə bükülüb və ilk toxunuşdan keyfiyyət hissi verir. USB şarj kabeli var. Bu kabel vasitəsilə konsolu rahat şəkildə enerji ilə təmin etmək mümkündür. İstifadəçi təlimat kitabçası da mövcuddur. Bu təlimatda konsolun necə işlədiyi, necə şarj edildiyi və əsas funksiyaları sadə dildə izah olunur. Konsol əl ölçüsündədir, yüngül çəkisi var və portativ istifadə üçün çox uyğundur. İlk baxışdan aydın olur ki, bu cihaz oyun oynamaq üçün nəzərdə tutulub, vitrin üçün yox. Düymələrin yeri çox rahatdır, joystick barmağa yaxşı oturur və oyun zamanı gecikmə hissi olmur. A, B, X, Y düymələri yumuşaqdır və basanda dəqiq reaksiya verir. Açılışı sürətlidir və menyusu sadədir. Heç bir qarışıq sistem yoxdur, yəni istənilən yaşda insan rahat istifadə edə bilər. Konsolun daxilindəki oyunlar Super Mario, Contra, Tetris, Sonic, Mortal Kombat, Street Fighter, Tank, Snow Bros və s. Yəni bir sözdə 20 mindən çox oyun var və bu oyunların hamısı retro oyunlardır və yeni oyunlar da bunun içində var. Bu konsolun gözəl tərəfi də odur ki, bu oyunların hamısı konsolun daxilində var. Artıq kənardan hər hansı bir oyun yükləməyə ehtiyac yoxdur. Gördüyünüz kimi oyunlar sürətli açılır və görüntü axıcıdır, donma və ya gecikmə hissi olunmur. Burada 4.5 düymlük IPC ekran üstünlüyü açıq şəkildə görünür. Rənglər canlıdır, görüntü aydındır və baxış bucaqları genişdir. Bu ölçü portativ oyun üçün ideal balans yaradır. Nə çox böyükdür, nə də kiçikdir. Səs keyfiyyətinə gəldikdə isə dinamiklər kifayət qədər güclüdür, qulaqlıq taxmadan da rahat oynamaq mümkündür. Portativ konsolumuzun daxilində 2 GB RAM var və bu da rahat şəkildə oyunların açılmasına və axıcı şəkildə oyun oynamağa imkan yaradır. Həmçinin menü keçidlərində də hər hansı bir gecikmələr və ya ləngimələr baş vermir. Bu gözəl tərəflərindəndir ki, mən rahat şəkildə konsolda oyun oynayıram və yaxud da ki, digər oyunlara rahat şəkildə keçid edə bilirəm. Urax'ın bu portativ oyun konsolu təxminən bir dəfə şarj olunduqda 5-7 saat aralığında istifadəni təmin edir. 5-7 saatlıq istifadəni təmin etməsi isə səfərlərdə, günlük istifadədə bizə tam uyğun şərait yaradır ki, rahat oyun həzzini yaşaya bilək. Şarj hissəsi standartdır və sürətli şarj olmanı təmin edir. Uşaqlıqda oynadığımız klassik oyunları yenidən oynamağa imkan verir. Sadə menyusu sayəsində istənilən yaşda istifadə üçün rahatdır. Yüngül və portativ dizayn ilə hər yerdə oynamaq mümkündür və ən önəmlisi aç, seç, oyna prinsipi ilə əlavə çətinlik yaratmır. Əgər siz də bir konsolda minlərlə oyunu internetə ehtiyac duymadan rahat şəkildə istənilən yerdə oynamaq istəyirsinizsə, Urax'ın EUC23 portativ oyun konsolunu seçə bilərsiniz. Məndən bu qədər. Növbəti videolarda görüşmək diləyilə. Əgər bu oyun konsolu ilə bağlı hər hansı bir sualınız varsa, suallarınızı şərhdə yazmağı unutmayın. Sağ olun.